Əziz izləyicilərimiz, əziz şagirdlərimiz, əziz valideynlərimiz. Mən bu günlər Misal Kəlbəcəri, tənqidçi jurnalist, Azərbaycanın çox gözəl rayonu olan Ağdaş rayonundayım. Ağdaş rayonunda biz çoxlu sayda qabaqcıl, təqaüdlü olan müəllimləri və qocaman müəllimləri sevmişik. Bu kənddə, yəni ki, biz Ərəb kəndində, Kükəl kəndində, Şün kəndində bir ay bundan qabaq olmuşduq. Çoxlu sayda müəllimləri sevmişdik və bu gün sizə qabaqcıl və nümunəvi müəllimlərdən birini və təqaüdlü olan müəllimlərdən birini sizə təqdim etmək istəyirəm. Adınız, soyadınız? Əhmədova Cəmilə Nəriman qızı. Neçə il təhsil sahəsində çalışmısınız və hansı məntəqədə işləmisiniz? Deməli 45 il təhsil sahəsində çalışmışam. Bu müddət ərzində bu müddətin deməli 22 ilini direktor müavini kimi işləmişəm. Yəni bəli, tədris işləri üzrə direktor müavini. Hörmətli izləyicilərimiz, məktəbin direktoru birinci, amma məktəbin ən çox sütunları, yəni çətinliyi, əziyyəti, əzabı iki şəxsin üzərində olur. Birinci, tədris işləri üzrə direktor müavini, ikinci, təşkilatçı müavini. Amma ən çoxu tədris işləri üzrə və ona görə də müəllimə öz adımıza sağ ol deyirik. Neçə illər şagirdlərin, dərslərin bölünməsində, müəllimlərin də, o cümlədə məktəbdə təlim, tərbiyə, nizam-intizam, hətta məktəbdə vətənpərvərlik mövzusu haqqında dəfələrlə söhbətlərin aparılmasına müəllimənin əziyyəti böyük olubdur. İşlədiyi müddətdə, yəni bilirsiniz də, mən çoxlu sayda tənqidlər çəkirəm. İşlədiyi müddətdə bəzi tədris işləri üzrə direktor müavinləri kimi dərsləri pulla satanlardan olmayıbdı. Əzabı ilə, əziyyəti ilə çalışanlardan olubdu. Ona görə də bu günlərimiz buradayıq və sizə dərin təşəkkürümü bildiririk müəllimə. Allah sizə uzun ömür versin, can sağlığı versin. Bugün 2025-ci il 5-6 dekabrdır. 6 dekabr tarixidir. Müəllimiyə bizim arzumuz odur ki, o gün olsun 70 yaşında, 80, 90, 100 yaşında gələk gözəl çəkiliş eləyək. İnşallah. Çox sağ olun. Allah sizə uzun ömür versin. Olsun. Gəldiyinizə görə təşəkkür edirəm. Neçə evladınız var müəllimə? 2 evladım var. Adları nədir? Əvəz Gülgəz. Çox gözəl. Bu günlərin bax onlara gələcəkdə ürək sözləri nə arzulayırsınız? Evlatlarıma vətənimiz üçün layiqli evlatlar olsunlar. O qızım müəllimədir. Mən istəyirəm ki, o da mənim kimi müəllim olsun. Təşəkkürlər. Sağ olun. Təşəkkürlər. Can sağlığı, minnətdarım.